Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi üzrə 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Doğru Xəbər.tv xəbər verir ki, məhkəmənin qərarı Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsaslanır və bu maddə ev dustaqlığının mahiyyətini, qaydalarını və məhdudiyyətlərini aydın şəkildə müəyyən edir. Ev dustaqlığı təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılması, lakin tam təcrid olunmadan öz yaşayış yerindən nəzarət altında saxlanılması deməkdir. Bu, həbsə alternativ qəti imkan tədbiridir və şəxsin cəmiyyətdən tam ayrılmadan, amma ciddi nəzarət altında saxlanılmasına xidmət edir. Ev dustaqlığı yalnız məhkəmənin qərarı ilə tətbiq olunur və istintaqın tələblərinə əsaslanır. Qərarın qüvvəyə minməsi üçün bəzən apellyasiya mərhələsində də təsdiqlənməsi tələb olunur. Cinayət Prosessual Məcəlləsinin 163.3-cü maddəsinə əsasən ev dustaqlığına məhkum edilmiş şəxs bir sıra məhdudiyyətlərə tabe olur. Evindən çıxmaq qadağandır. Şəxs yaşayış yerini tərk edə bilməz. Məhkəmə istisna hal kimi müəyyən vaxtlarda, məsələn, tibbi zərurət üçün çıxmağa icazə verə bilər, amma bu da çox nadir hallarda tətbiq edilir. Rabitə vasitələrindən istifadə məhduddur. Telefon danışıqları, poçt göndərişləri və digər əlaqə vasitələri üzərində qadağalar qoyulur. Ev telefonu və mobil rabitə mütəmadi şəkildə polis və ya Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarətində olur. Ünsiyyət dairəsi məhdudlaşdırılır. Təqsirləndirilən şəxs istintaq orqanının müəyyən etdiyi şəxslərlə, xüsusilə şahidlərlə və digər iş üzrə fiqurlarla əlaqə saxlaya bilməz. Qonaq qəbuluna qadağa. Ev dustaqlığında olan şəxs evində heç bir şəxsi qəbul edə bilməz. Yalnız vəkil və istintaq orqanının icazə verdiyi şəxslər evə daxil ola bilər. Polis nəzarəti və elektron izləmə. Ev dustaqlığında olan şəxsin yaşayış yeri polis tərəfindən mühafizə olunur. Eyni zamanda elektron nəzarət vasitəsilə tətbiq edilir. Nəzarət siqnallarına cavab öhdəliyi. Şəxs təyin edilmiş vaxtlarda nəzarət orqanına telefonla zəng etməli və ya şəxsən getməlidir. Müşahidə və nəzarət. İstintaq orqanı şəxs və onun evi üzərində daimi müşahidə apara bilər. Qanuna görə Ramiz Mehdiyev nələri edə bilər, nələri yox. Yalnız məhkəmənin müəyyən etdiyi çərçivədə ailə üzvləri ilə əlaqə saxlaya bilər, öz evində qala bilər, lakin tam nəzarət altında, zərurət yaranarsa istintaq orqanına yazılı şəkildə müraciət edə bilər, müdafiə hüququ çərçivəsində vəkili ilə ünsiyyətdə ola bilər. Evinin hüdudlarından kənara çıxa bilməz, telefon və internet vasitəsilə əlaqə yarada bilməz, qonaq qəbul edə və ictimai tədbirlərdə iştirak edə bilməz, şahidlər və istintaqa cəlb edilmiş şəxslərlə danışa bilməz, media nümayəndələri ilə təmasda ola və açıqlama verə bilməz. Ev dustaqlığı zamanı bu qaydaların pozulması qəti imkan tədbirinin dəyişdirilərək həbsə çevrilməsinə səbəb ola bilər. Ramiz Mehdiyev konkret olaraq nəzarət altında olacaq. Musavat.com-un hüquq mənbələrinin məlumatına görə Ramiz Mehdiyevin yaşayış yeri artıq polis nəzarətinə götürülüb, onun evinə giriş-çıxış, rabitə əlaqələri və hərəkətləri tam şəkildə monitorinq altındadır. Bu, həm elektron nəzarət vasitəsilə, həm də fiziki patrul nəzarəti ilə həyata keçirilir. Ev dustaqlığının 4 aylıq müddəti istintaqın gedişindən asılı olaraq uzadıla bilər. Əgər yeni sübutlar və ya əlavə şahid ifadələri ortaya çıxarsa, bu müddət məhkəmənin qərarı ilə artırıla bilər. Ramiz Mehdiyev hazırda məhkəmə qərarı ilə təcrid olunmuş vəziyyətdədir, lakin həbsxanada deyil, öz evində ciddi nəzarət altında saxlanılır. Bu istintaqın sübut toplama mərhələsində onun cəmiyyətdən qismən təcrid edilməsini və istintaqa təsir imkanlarının məhdudlaşdırılmasını təmin etmək məqsədi daşıyır. Qanunvericilik baxımından ev dustaqlığı həm humanist, həm də nəzarətli bir tədbirdir. Lakin Ramiz Mehdiyev üçün bu sərt və məhdud azadlıq rejimi deməkdir. Yəni o, faktiki olaraq azadlıqdan məhrum edilib və sadəcə ev şəraitində saxlanılır.